Dünənləri məsələn bir qadın 50 manat itirmişdi. Götürmüşdülərmi, düşmüşdümü hardasa, nə isə. Onun danışdıqları ancaq şikayət idi. Bunun əziyyətini çəkirdi də. Görürdün ki, fikrini çəkir, danışır, deyinir. Əlbəttə başa düşürsən, yəni insanın ağrısını. Təbii ki də bu aydın məsələdir ki, orada bir zəhmət var, o pulda onun hansısa bir nəyəsə xərclənmək istəyirdi, istəyi var idi və s. və ilaxır. Bunu bir insan olaraq sən başa düşürsən. Amma eyni anda da anlayırsan ki, əgər sən başlasan buna dəstək olmağa ki, sanki bu haqlıdır, sən özün öz prinsiplərinə və dəyərlərinə qarşı çıxmış olursan. Çünki nəyə dəstək olursansa, o da artır. Bir tərəfdən insan düşünür ki, ona qarşı sanki ədalətsizlik və haqsızlıq edildi. Bu prizmadan yanaşanda sən dünyanın ədalətsiz, səhv olduğunu, burada baş verənlərin hər bir şeyin yanlış sanki olduğunu, təsadüfən olduğunu dəstəkləyirsən. Yəni bu kimi yanaşaraq da şikayətlənərək, eləyərək, narazılığını bildirərək. Ondan savayı bu heç nəyə dəyişmir. Amma başqa bir yanaşma var. Nə vaxt sən deyirsən ki, oldu da. Yəni artıq baş veribdi və təvəkkül Allaha, bəlkə də belə məsləhət imiş. Oldu da, yəni artıq olubdu. Bu başqa bir yanaşmadır da. Bu artıq anlayışlı yanaşmadır. Nə vaxt bundan sonra da sən başlayırsan artıq düşünməyə ki, bəlkə bu nəyinsə bədəlidir ödəyirəm. Bəlkə bu bir çıxacaqdır. Elə bəlkə yaxşısı o idi ki, elə pulla bunu ödədim. Bəlkə də həmən insan dünənləri kimisə haqqını kəsibdi. Bəlkə də dünən və ondan öncə nələrsə eləyibdi ki, bu da onun başına gəlibdi. Bax, nə vaxt sən də kənardan bunu bu kimin qiymətləndirəndə artıq bu dünyada ədalətsizliyi axtarmırsan, axtarmağa çalışmırsan. Artıq öz qiymətləndirici bir baxış bucağından sanki bu düzdür, bu səhvdir, bu belə olmalıydı, bu belə olmalı deyildi prizmasından yanaşmırsan. Sən dərk edirsən və başa düşürsən ki, var daha yüksək şuurlu bir beyin, hansının kontrolu altındadır bütün bunlar hamısı və o tarazlayır, o düzəldir. Nə vaxt sən başa düşürsən ki, bu sənin üstünə düşən bir məsuliyyət deyil. Sənin üstünə düşən məsuliyyət, bax bu bədəndir, bax bu sənin bu reallığındır, bax sənin bu həyatındır, hansılarına sən cavab deyilsən. Amma insanların əksəriyyəti həyatda baş vermiş hansısa güya onların baxış bucağına görə ədalətsiz bir şeylərin arxasında öz məsuliyyətlərini gizlətməyə çalışırlar.